sizin suyunuzun reklamı ola bilərdi. Hər vaxtınız xeyirli olsun. Texnoburaya baxırsınız. Mənəm Valid və həmişəki kimi bugün də bir texnoloji icmaldan qarşınızdayıq və yəqin ki, indi Ramazan ayı başladığı üçün hər kəsin bu haqda xəbəri var. Oruç tutanlar da var. Allah orucumuzu qəbul etsin. İftar açan adamlar üçün məsələn nə verirlər? Qaynar su verirlər mütləq. Bugün də icmalda göstərdiyimiz bir şey, düşünürəm ki, Ramazanda xüsusilə elə başqa vaxtlarda da hər bir evin demişkən nəyi? Olmazsa olmazı. Sağ ol. Xüsusi bir əməkdaşımız var. O sözü demək üçün burada əyləşib. Sonra gediblər. Hə, dostlar, və belə bugün Mi'nin istehsal etdiyi, Xiaomi'nin istehsal etdiyi çox saylı cihazlardan biri. Hər bir mətbəxə lazım, hər bir insanın həyatında bir vacib yer tutan, xüsusilə biz Azərbaycanlıların həyatında bu çox vacib yer tutan bu çaydandır və ya el arasında çaynik. Sonra onlara tefal da deyirlər, niyə də tefal da deyirlər, təndə tefal var, Amma əslində isə bu nəinki adi çaydandır, bu ağıllı çaydandır. Tam adı belədir. Mi Smart Kettle Pro. Bilirsiniz ki, belə şeylərdə istifadə eləməksə, yəni istifadə etsənsə Pro işlədir. Göşən. Toxunuş belə adama xoş gəlir. Bir çaynika 120 manat verəndən sonra, 130 manat verəndən sonra məncə hər bir toxunuşu belə adama nəzər verir. Gibi gəlir ki, yox, o işlətdiyim o 40-50 manatlıqdan deyil, bu nəsə başqadır, burası başqadır. Amma doğrudan başqadır. Çəkisi 1,3 kg yer gəlmişkən yüngül deyil, indi boşdur və elə bilirəm ki, içində nə qədər su var. Yalnız qida sənayesi üçün istifadə olunan paslanmaz poladdandır. Məsələn, dediyim kimi 10 manata, 20 manata görürsən ki, çaynik alırsınız o çaydan da. Baxırsan ki, tanımırsan, Zhongguxin adı belə alırsan, ucuzdur deyə deyirsən ki, əşi alım da xarab olar. Amma məsələn, bilmirsən materialı nədir? Yəni, nəyin hesabını o belə 15 manata, 20 manatadır? Paslanmaz polad xüsusi qida üçün nəzərdə tutulmuş paslanmaz polad kateqoriyasından çaydan kimi güclü cihazların hamısında bax, məhz belə başlıq olmalıdır. Elektrika yuvasına girən başlıqdan gedir söhbət. El arasında vilka deyirlər ona. Burada nə görürük? QR kod var. Təbii ki, bu əpə qoşulmaq üçün QR kod var. Eyni zamanda burada bir neçə dildə ağıllı çaydanın ümumiyyətlə onu çox az adam oxuyur. Ona görə də Azərbaycan dilində heç vaxt olmur onun içində. Çünki bilirlər ki, bizimkilər onu oxuyan deyil. Deməli, tutumu 1,5 litrdir. Çox da böyük deyil, amma çox da balaca da deyil. Yəni lap belə normal da belə orta ailə üçün belə normal oturub bir dəfəyə çay içə bilərlər. Sonra yenə doldurmalısınız. Yəni siz indi samavar almırsınız da, kompakt bir şeydir bu. Dumani bir qıraqda yer tutmalıdır. Yəni bu yekələri var da o lap böyüklərə. Onlardan deyil. Bu adi bir dəfə oturub çay içmək üçündür. Qəşəngdir. Doğrudan da içi görürəm ki, çox səliqəlidir. İçində olan indi kadrlarda görürsünüz, heç bir başqa element yoxdur. Ucuz çaydanlarda görürsünüz də. İstəmin spiral görünür, orası görünür, burası görünür. Heç şey yoxdur. Bütöv bir dəmir korpusdur. Bütöv, yəni təsəvvür elə. Gözəl. Sadəcə qoyulub minimal yarım litrdən aşağı olan bir xəttə qoyublar ki, yarım litr hara kimidir. Ondan aşağı olan su olanda onu qaynatmaq olmaz, ziyandır. Bizim bu sərnikeş var idi, onda da bax, həmin tipdir. Minimalistik. Minimalistik. Çox qəşəng. Plastik də elə bil eynidir, yəni eyniləşmə gedir. Baxırsan, stilləri də eyni. Niyə görə başqalarında Mi'ye logosu qoyulur? Fərqlilərinin Mi'nin öz logosu qoyulur. Bunun fərqi nədir? Bəli, düz deyirsən. Smart texnikanın bəzi növlərində həqiqətən mən də fikir vermişəm. O buraxır Mijia brendi altında. Keyfiyyət həmin keyfiyyətdir, super hər şey qaydasında, amma hər yerdə logolar Mijia logosudur. Amma bu nə əcəbsə Mi'nin brendi altında. Mən açığı tuta bilmirəm nə məsələdir bu, hansı məsələdir. Amma yəni hələ bir ki o onun törəmə bir şirkətidir, onun daxilindədir. Bizə də nə lazımdır? Bu dəqiqə bizə bu lazımdır, düzdür? 3 düyməmiz var cəmi, belə baxanda. Klassik düymə, düymə demək olarsa açmaq. Maraqlıdır ki, belə axıra kimi açılmır, tam belə bura kimi nəsə açılır. Yəni, basın axıra kimi. 2 düymə qarşılayır bizi. Bu da onun əsas funksiyalarındandır. Bildiyimiz boil, yəni bildiyimiz qaynatmaq. Bu da hər bir çaydanda var. Burada sadəcə o belə elektron düymədir. Yəni, bu belə bildiyimiz şaq eləyən belə çevirici deyirlər. Bir də ki, keep warm. Keep warm da ki, yəni isti saxlamaq düyməsidir. Bu da aydın məsələdir ki, əgər siz artıq çaydandan qaynadı, söndü, atdı təbii ki, siz süzdünüz özünüzə. İndi istəyirsiniz su qalıb burada, o daim isti qalsın bir müddət. Oturmuşsunuz, hələ çaylığı, qonaqlığı davam edir də. İndi
hər dəfə də ona yaxınlaşıb o deyirlər ki, "Ha get o çaynikı yandır." Olur axı bizdə belə uşağı göndərirsən, "Ay da gözlə bir dəqiqə ki, ya, vaxtım yoxdur. Ay bibi, ay xala, ay qardaş, yoxdur vaxtım. Mən qaçdım. Nə var, isti deyil." Amma bu belə deyil ki, məndə həmişə isti çaydır. Çünki nədir? Çünki burada keep warm düyməsi var və bir çox digər çaydanlardan fərqli olaraq, elə bunun smart olmağının üstünlüyü odur ki, o bəlli bir temperaturu saxlaya bilər. Yəni sən özün ona verə bilirsən. Digər çaydanlar var hansı ki, məsələn deyir ki, isti saxlayır falan. Amma ola bilər sən istəmirsən qaynar saxlasın. Yəni sənə lazımdır ki, məsələn 50 dərəcə kifayət edir məsəl üçün. Belə adam var ki, çox qaynar xoşlamır. İstəmir. Amma istəmir soyusun çay. O da ola bilər. Və bu ağıllı çaydanı elektrik yuvaya taxandan sonra burada bayaqdan görünməyən daha bir şey görünməyə başlayır. Bu da onun ekranı. Bəli, displey də var. Displeydə temperaturu göstərir bizə. İndi biz ona süzürük. Bir tərifləyirəm ki, elə bir reklamdır. Sonra da mənə kommentlərdə yazırlar ki, "Falan şey reklam elədim, falan şey təriflədim." Yəni əksi də var. Falan şey pislədin. Falan şey pislədin. Niyə pislədin falan şey? Temonu pislədin, dedilər ki, trend yoldan pul alırsan. iPhone-u təriflədim, dedilər ki, Samsung-da mənfi cəhətlər deyəndə ki, iPhone sənə pul verir. Reklam ola bilər, bu normal bir şeydir. Reklam hər yerdə ola bilər, reklamın hesabına biznes davam edir. Qaynadırıq, tökdüyümüz suyun temperaturu göstərir, 13 dərəcədir, yəni soyuq sudur da içində. İndi baxaq görək, qaynadaq, ölçə görə 1 litr suyu içində. Səsi eşitdiniz də? Aha, qalxmağa başladı, işləyir, 15 dərəcə. 13 idi, 15 dərəcə. Yəni biz real time-da görürük ki, neçə dərəcəyə kimi su qızır. Burada appimiz də var. Bəli, Mi Smart Kettle Pro. Artıq mən edirəm ki, bu səs mane olmaz da eşitmək. Deməli, ona giririk. Girəndə dərhal mən artıq birləşdirmişəm və artıq görürük biz burada. Yəni real time-da burada da baxmaq olar. Və o biri otaqda oturursan, belə qəşəng telefonla. Baxırsan ki, az qalıb qaynamağa, yoxsa çox qalıb qaynamağa. Baxırsan, görürsən də, yəni. Və bu proqramdan eyni zamanda nəyi seçmək olar? Daim isti saxlamaq funksiyasını seçəndə hansı temperaturda saxlamaq olar? Hansı temperaturda qalmasını istəyirsən? Minimal olaraq 40 da eləyə bilərsən, bir balaca isti olsun. 50, 60, 80, 55 və ya hətta 90-da da saxlaya bilərsən, çox qaynar olsun deyə. Və salam, yəni bunu özün də eləyə bilərsən. Bundan başqa burada timer kimi bir funksiyası var və onun neçə saat isti qalmasını istəyirsən. Gecə bastın bunu, seçdin məsələn 10 saat. Bilirsən ki, sən səhər imsaka duranda, misal üçün, sənin isti suyun olacaq. Gözəl funksiyadır. Sən artıq qaynatmağa onu necə deyirlər, vaxt itirməyəcəksən. Və ümumiyyətlə buradan söndürmə, yandırma olar. Bu çox vacib məsələdir. Vəssalam, qaynadı. Nə görürük biz? 4 dəqiqə. 4 dəqiqə və 3 saniyə. 96, 97, 98, 99. Yəqin ki, siqnal olacaq da hansı? 100. Üç dəfə siqnal səsləndi. Bu o deməkdir ki, qaynadı və yəni çaydan söndü. Balacalardan tam maşına qədər, yəni icmalları çəkirik və bundan sonra inşallah edəcəyik. Azərbaycanda belə bir videoların inkişaf olunmasını istəyirik. Bunun üçün çalışırıq, bizim komandamız çalışır və əlbəttə ki, şərhlərdə nəsə tutarlı bir şərh, bir fikrini bildirmək, arzunuzu, nəsə bir bəlkə də xeyir duavınız varsa da lap yaxşı. Yaxşı bir komment yazın. Bu bizim üçün ən böyük bir hədiyyə olacaq. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik. Hələlik.